Hər vaxtınız xeyir, dəyərli izləyicilər. Ümumi torpaq yanı sahəsi 3 sotda 4 otaqlı həyət evimizin çəkilişinə gəlmişik. Evimiz şəxsi tikilidir. Gördüyünüz kimi bu isə həyət yanı sahəmiz. Həyətdə hər cür meyvə ağaclarımız var. Həyətə rahat 2-3 maşın daxil olur. Evimiz 5-6 daş kürsülüdür. Çöldən pilləkən çərdəndir. Bu hissədə evimizin həyətin moydadırı. Əlavə 6 tonluq su çərnisi zapasımız var burada. Evin zirzəmisinə girmək üçün bu hissədə yerimiz var və evin arxasına keçidimiz var. Evimizin yerləşməsi yeri Hövsan kənd 212 nömrəli marşrutun yolunun üstü. Gördüyünüz kimi geniş həyətimiz. Bu isə yaşıllıq zonası. Kommunallar hamısı qaz, su, işıq, sayğaclar hamısı var. İstilik sistemimiz kombidir. Keçək evin içində tanış olaq. Sonda qiymət haqqında tam ətraflı məlumat eləyəcək. Daxil olaq geniş evimizə. Gördüyünüz kimi qalxdıq. Bu hissə evimizin dəhlizi. Geniş dəhlizimiz var. Evimizin otaqlarımızın döşəməsi laminatdır. Girən kimi sağda geniş qonaq otağımız var. Bu hissə evimizin qonaq otağıdır. Evdə kondisioner, mətbəx mebeli və kombi qalacaq. Evimiz şəxsi tikilidir. Ev yəsinin sadəcə olaraq pula ehtiyacı olduğuna görə satır. Bu hissədə bir yataq otağımız. İkinci yataq otağımız. Yataq otaqlarının ölçüləri kifayət qədər genişdir. Bu hissədə evimizin mətbəxi, mətbəx mebeli qalacaq. Gördüyünüz kimi geniş mətbəximiz var. Bu hissədə də 3-cü yataq otağımız. Evimizin istilik sistemi kombidir. Sanitar qovşaq. Gördüyünüz kimi kombidə burada quraşdırılıb. Və hamam otağı. Hamam otağı ilə sanitar qovşağın döşəməsi istibolla təchiz olunub. Dəyərli izləyicilərimiz, ümumi 3 sotda yerləşir, 110 kvadrat 4 otaqdan ibarətdir, şəxsi tikilidir. Evimizin start qiyməti 85 min manata deyilir, real alıcıya yaxşı endirim olunacaq. Sağ olun.